Uzun müddət davam edən öskürəyiniz varsa, bu öskürəyin səbəbi qəbul etdiyiniz təzyiq dərmanları ola bilər. Bəli, bəzi pasientlərimiz həkim-həkim gəzir, çoxsaylı müayinələrdən, laborator analizlərdən, rentgenoloji müayinələrdən keçirlər, lakin onlarda olan xroniki, tutmuş şəkilli öskürəyin səbəbini aşkarlayan hər hansı bir nüans, bir səbəb tapılmır. Belə pasientlərimizin bəzilərində onların öskürəyinin səbəbi qəbul etdiyi təzyiq dərmanları ola bilər. Belə ki, bəzi təzyiq dərmanları xəstələrimizdə quru, tutma şəkilli, keçməyən öskürəklər verə bilər. Bu öskürəklər təzyiq dərmanının qəbulundan bir neçə gün sonra, bəzi pasientlərdə bir neçə ay sonra belə ortaya çıxa bilər. Və bu pasientlərimizdə asanlıqla təzyiq dərmanını dəyişdirərək öskürəyi sıfırlamaq mümkündür. Yəni, bu öskürəklər xüsusi müalicə tələb etmir. Sadəcə təzyiq dərmanını dəyişdiririk. Öz başına təzyiq dərmanını dəyişdirmək və dayandırmaq olmaz. Əgər xroniki öskürəkdən əziyyət çəkirsinizsə, müraciət etdiyiniz həkimə mütləq qəbul etdiyiniz dərmanlar haqqında məlumat verin.